verdiyinizə görə bir daha minnətdaram. Doktor Vəli Kaleci. Sağ olun, cənab prezident. Mən İrandan, Tehrandan gəlmişəm. Adım Vəli Kalecidir. Bakıda keçirilən beynəlxalq konferansda 2-ci Qarabağ müharibəsindən sonra ikinci dəfə iştirak etməkdən çox məmnunam. Bildiyiniz kimi, son illər ərzində iki ölkə arasında münasibətlər xeyli inkişaf edib. Son zaman Tehranla Bakı arasında İran ərazisi ilə Zəngilanı Naxçıvanla birləşdirən 55 kilometrlik dəmir yolunun çəkilməsi və şosenin ikincisi barədə razılaşma imzalanmışdır. Siz bunu nitqinizdə qeyd etdiniz. Lakin digər tərəfdən aradan qaldırılmalı bəzi narahatlıqlar var. Həmin narahatlıqlardan biri ötən həftə Şuşada keçirilmiş dünya azərbaycanlılarının 5-ci qurultayında baş vermişdi. Əfsuslar olsun ki, tədbirdə iştirak etmiş bəzi İranlı azərbaycanlılar İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxış etmişlər. Bu, ölkəmin şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə aid olan sözlər idi. Əfsuslar olsun ki, bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək xülyası həmin şəxslər tərəfindən aydın şəkildə səsləndirildi. Bu cür məsələ bir çox həmkarlarım və İrandakı insanlar arasında narazılıq yaratdı. Dünən mənim məsələ ilə bağlı cənab Hikmət Hacıyevlə söhbətim oldu. Cənab prezident, son 3-10 illik ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı İranın mövqeyi sizə məlumdur. İranın mövqeyi 2-ci Qarabağ müharibəsində həmçinin kifayət qədər aydın idi. İranın Azərbaycan bölgələrində insanların və Azərbaycan xalqının ümumi dil, din və dəyərləri iki ölkə arasında münasibətlərin inkişafında güclü meyardır və sosial zənginlikdir. O iki ölkə arasında separatizm üçün siyasi alətə çevrilməli deyil, fərqlər və gərginlik yaratmalı deyil. Həmin şəxslər Şuşada keçirilmiş rəsmi hökumət tədbirinə dəvət olunmuşdur. Gözləyirdik ki, İranda narahatlıq və gərginliyi azaltmaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatlara, müsahibələrə və nitqlərə reaksiya versin. Sizin mövqeyinizi və rəyinizi məsələ ilə bağlı bilməkdən çox məmnun olardım və bu, birmənalı olaraq İranda yaxşı qarşılanardı. Həmçinin ikinci qısa sualım. Bu, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlıdır. İki ölkənin sərhədlərinin müəyyən edilməsi üçün Sovet dövrünün xəritəsi, o cümlədən SSR-nin Müdafiə Nazirliyinin xəritələri Soçidə sizin Nikol Paşinyan və Vladimir Putinlə görüşünüz zamanı müzakirə edilib. Sualım belədir. SSR-nin hansı rəsmi xəritəsindən istifadə edərək sərhədlərin müəyyən edilməsi üçün sizin, Paşinyanın və Putinin arasında razılaşdırılıb? Bir daha qonaqpərvərliyinizə, qəbula və konferansa dəvətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Xəritələrlə bağlı bu günədək hər hansı bir baza mövcud deyil. Biz sizin qeyd etdiyiniz xəritələri görməmişik və bizim mövqeyimiz ondan ibarətdir ki,
sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı. Cənubi Qafqazın sovetləşdirilməsindən sonraki dövrə aid xəritələr istifadə edilməlidir. Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq. Çünki bir çox xəritələr var. 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı bugün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman Azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabr ayında Sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul edib. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə, 42 kilometrlik sahəyə malik deyildi. Ərazi daha ensiz idi. Lakin ermənilər hiləgərlikdən istifadə edərək ərazini 42 kilometrə qədər genişləndirdilər və bugün İranla sərhəd məhz oradan keçir. Beləliklə, bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik. 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu bizim bircə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq. Sizin birinci sualınızı aydınlaşdırmaq istəyirəm. Siz qeyd etdiniz ki, kimsə İranın ərazi bütövlüyünü şübhə altına alıb. Bunu edən Azərbaycan hökumətinin nümayəndəsi idi. Siz Şuşa konqresini qeyd etdiniz. İranın ərazi bütövlüyünü şübhə altına alan bizim hökumət nümayəndəsi idi. Hökumət nümayəndəsi deyildi. Ankara'da yerləşən Təbriz Tədqiqatları Mərkəzinin nümayəndəsi idi. Yəni onun Azərbaycan hökuməti ilə hər hansı bir bağlılığı yox idi. Elə deyilmi? Xeyr, ancaq o Şuşa konferansında iştirak edir. Yəni bu şəxs Azərbaycan vətəndaşı deyildi. Xeyr, ancaq həmin tədbirdə rəsmi olaraq iştirak edirdi. Baxın, bugün burada neçə ölkədən konferansda iştirakçı var. Onların hər biri öz ölkəsini təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı olaraq nə isə demiş olsanız, İran hökuməti buna görə məsuliyyət daşımamalıdır. Bu səbəbdən hesab edirəm ki, sizin söylədiklərinizin Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti yoxdur və hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim İranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Həmin tədbirdə 400-dən artıq iştirakçı olub və demokratik cəmiyyət olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Biz bununla razılaşıb və ya razılaşmaya bilərik, ancaq biz iştirakçılara nəzarət etməmişik. Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi isə yox. Azərbaycan azad ölkədir və hər kəs, bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə ki, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Bununla yanaşı, biz xaricdə yaşayanların və müxtəlif mövzularla bağlı fərqli mövqelərdə məsuliyyət daşımırıq. Vacib olan odur ki, qonşu ölkələrlə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan hökuməti və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir. Sizin söylədiklərinizlə bağlı bir nümunə deyim. İranda sığınacaq tapmış bir sıra şəxslər var ki,
Onlar müntəzəm qaydada Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Aktao şəhərində Xəzəryanı dövlətlərin zirvə toplantısı çərçivəsində mənim o vaxtki prezident Həsən Ruhani ilə görüşümdə mən ona 20-yə yaxın Azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə yalnız Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Onlar elə ifadələr işlədirlər ki, bu normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik. Çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi. Beləliklə, heç Azərbaycan vətəndaşı olmayan bir şəxs Şuşada nəsə deyibsə də, Şuşa açıq şəhərdir. Ora minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyümüz qırmızı xəttdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan bir ifadələrə əhəmiyyət verməməliyik. Doktor Xalid Teymur Əkrəm.